Aşxabaddakı Milli Xalça Muzeyinə gələn ziyarətçilərin əksəriyyətinin hələ içəri daxil olmazdan əvvəl verdiyi sual təxminən belədir. Bir xalça əslində nə qədər böyük ola bilər? Cavabı isə biz deyək, Ginnesin rekordlar kitabına düşəcək qədər böyük. Bu dəfəki səfərin maraqlı, tarixi və bir qədər də fəlsəfi oldu. Gəlin göstərim. Xalça Türkmenistanda dövlət rəmzlərindəndir. Türkmen xalçaçılığının qədim ənənələrinin qorunması, bərpası və yaradıcı inkişafı məqsədi ilə 1993-cü ildə paytaxt Aşxabadda bu muzey yaradılıb. Xalçaçılığın harda və nə vaxt yarandığını göstərən dəqiq sübutlar olmasa da, bu sənətin Türkmenistan ərazisində qədim dövrlərdən mövcudluğu məlumdur. Hazırda muzeyin fondunda 2000-dən çox eksponat var. Bəziləri dünyada tək nüsxədə olan xalça və xalça məmulatlarıdır. Türkmenistan öz qədim xalçaçılıq ənənələri və sənəti ilə seçilir. Türkmen xalçalarının əsas xüsusiyyəti isə toxunma sıxlığının həddindən artıq yüksək olması, rənglərinin təbii tərkibi, həmçinin üzərlərindəki elementlərin, yəni elmi dildə göl adlandırılan naxışların fəlsəfi və tarixi mənasıdır. Göl tayfanı, mənsubiyyəti, vilayəti ifadə edir. Muzeydə dünyanın ən böyük əllə toxunmuş Böyük Səfarmurad Türkmenbaşının qızıl əsri xalçası qorunur. Bu eksponatlara əl vurub sadəcə baxarkən belə Türkmen xalçaçılığının niyə sadəcə toxuculuq sənəti deyil, daha çox memarlıq əsəri kimi qiymətləndirildiyini anlamaq olur. Muzeydə qeyri-adi xalçalarımız var. Onlardan biri 1941-ci ildə toxunub. Digər xalça isə 2001-ci ildə toxunub və 2003-cü ildə Ginnesin rekordlar kitabına daxil edilib. Xalçanın uzunluğu 14 metr, eni 21 metrdir. Ümumi sahəsi 301 kvadrat metrdir. Onun çəkisi 1 ton 200 kiloqramdır. 304 min ilmə var. Bu dünyanın ən böyük əllə toxunmuş xalçasıdır. O bütövdür. Ustalar onu üfüqi dəzgahlarda toxuyublar. 40 toxucu qadın 8 ay ərzində eyni vaxtda üzərində işləyib. Bu nəhəng məhz bütöv, vahid xalça olduğuna görə ayrıca kateqoriyada qiymətləndirilir və buna görə də dünyada ən böyük nümunə hesab olunur. Türkmenistanda xalçaçılıq sənəti o qədər unikaldır ki, istənilən deyimlərin, şeirlərin, hətta gördüyünüz bu xırda at simvollarının toxunması belə əl işi, alın təridir. Muzeydə qeyri-adi xalçalar, xalça məmulatları, simvolları saxlanılır. 1948-ci ildə toxunan 3D effektli, 2 tərəfli, 1 milyon 148 min ilməli xalçalar da var. Türkmen xalçalarının keyfiyyəti və dəyəri əsasən ilmələrin sıxlığından asılıdır. Orta sıxlıq isə hər kvadrat metrdə 250-300 min ilmə təşkil edir. Əsasən həndəsi naxışlar daha çox məşhurdur. Xalçanın keyfiyyəti onların sıxlığından asılıdır. Nə qədər incə toxunubsa, bir o qədər keyfiyyətli hesab olunur. Xalçanın quruluşu da tamamilə riyaziyyata əsaslanır. Qeyri-adi nümunələrimiz arasında relyefli, su keçirməyən, eləcə də iki tərəfli xalçalar xüsusi yer tutur və olduqca məşhurdur. Bir sözlə, Türkmenistan Milli Xalça Muzeyində xalçaçılıq ənənələrinin tarixini və rəngarəngliyini əks etdirən unikal bir kolleksiya qorunur. Mədəni əhəmiyyətinə görə Türkmen xalçaçılığı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Rəqsanə Qasımzadə, Rizvan Əkbərli, İTV Xəbər, Türkmenistan, Aşxabad.